Deməli, məndən sizə kiçik məsləhət. Aprelin 20-sidir. Bakıda aprelin 20-si, Bakının havası adətən belə olmurdu. Amma nədirsə bu il biraz aprel özünü oktyabr kimi aparır və külək başlayıb. Kiçik bir məsləhət. Avtomobilinizi əyilmiş ağacların altında saxlamayın. Çalışın eyvan tərəfə avtomobilinizi qoymayın. Külək nəticəsində binaların üzlüyü ola bilər, kimisə eyvanla nəsə düşə bilər və ya ağac aşa bilər. Bir zərərə uğraya bilərsiniz. Əminəm ki, bir çoxunuzda da kasko sığorta yoxdur və tövsiyə edirəm ki, avtomobilinizi kasko qaydasında sığortalayın. Ulduz 7000 Paşa sığortaya zəng eləyin, kaskonuzu alın. Ola bilsin ki, tam kasko sizə bahalı gələ bilər, amma orada optimalı var da, qiyməti özünüz seçin. Nəticədə, bax, belə güclü küləklərin fəsadlarında dəymiş zərər bizim cüzdanımızı boşaltmır. Əsas məsələlərdən biri odur. Nə bilim, parking kasko alırsan ki, maşının parkingdə olanda başına nəsə gəlsə, qoy sığorta onu ödəsin. Bu çox yaxşı bir şeydir ya. Yəni bu sizə o qədər rahatlıq verir ki. Məncə tövsiyə edirəm, avtomobilinizi kasko qaydasında sığortalayın. Sığorta şərtləri ilə tanış olun. Amma bax belə küləkli havada sonra efirə zəng eləyən adamlar olur. Həmişə nə deyirlər? Deyirlər ki, başqasının səhvindən nəticə çıxardan müdrik insanlardır. Nə deyirlər? Küləkdə nə bilim eyvandan nəsə düşdü, ev yiyəsi deyir ki, mən verməyəcəm və s. və s. Ona görə avtomobilinizi Paşa sığortada kasko qaydasında sığortalayın və kasko köməyiniz olsun.